114'də 92'də qalmışdıq. Başlayıram yazmağa. 4 ardıcıl ədəd var. 1, 2, 3 və 4-cü ədədlərimiz. Tək ədədlər deyir. Ardıcıl tək ədəd. Demək, bunlar 2-2 artır da, bilirsiniz. 3, 5, bax 7, 9, görürsünüz 2-2 artdı. 3-ün üstünə 2 gəldi, 5, 5-in üstünə 2, 7, 7-in üstünə 2, 9. Yəni, bu 2, tutaq ki deyirəm, yəni 3 olanda bu 5 olur, bu 7 olur. Bildiniz də, yəni 2-2 artır. Ona görə bu cür düzəlir. Bu ədədlərin ədədi ortası, yəni bu ədədləri toplayacağım. Böləcəm sayına, çünki 4-dən ədəddir axı. Bərabərdir 24-dən. Çünki ədədi ortası deyir 24-dür. Gəlin uşaqlar, belə eləyək. X-larımızı toplayıram. Neçədən X var? 4X. Ədədlərimiz baxaq. 2, 2 qoyuram bunun üstünə fərqləndirmək üçün. 2-nin üstünə 4, 6, 6-ın üstünə 6, 12. Bölünsün 4, bərabərdir 24-dən. 4x topla 12 bölmə 4-dir. Sağa gələndə nə olur? Vur 4 olur. 24 vur 4. 12 bərabərdir 96-ya. 4x bərabərdir 96. Toplama sağa gələndə nə olur? Çıxma. 4x bərabərdir 4, 84. 84 elədi. Eləmi uşaqlar? Aha, 84. 84 vurmadı. Sağ gələndə nə olur? Bölmə. 21. Demək, birinci ədədimiz 21, 23, 25 və 27-dir. Deyir, ən kiçik ədədi atsaq. Yəni, bu ən kiçik ədədi atdım. Hansı ədədlərimiz qaldı? 23, 25 və 27. Bu ədədlərin ədədi ortasını tap. Ədədləri toplayıb sayına böləcəyik. Nə edir? 15, 75, 75'də 3'ə böləndə nə etdi? 25. Cavabımız nə oldu? 25. Keçirəm 93-ə. Cəmi 156 olan 5 ədədə 6-cı ədədi əlavə etdik. 5 ədədinin ədədi cəmi 156-dır. Tutaq ki, özümdən ədədlər göstərim. M, N, L, K və Z olsun. 5 dənə ədəddir. Bu ədədlərin cəmi nədir? 156-dır. 6-cı ədədə əlavə etdikdə, yəni bu ədədin 5 dənədir, 6 dənə, bir dənə 6-cı ədədi, yəni A olsun tutaq ki. Gəlin bu 5 ədədi yazaq. Deyir ki, bu 5 ədədin üzərinə bir dənə A-nı əlavə etdik, yəni 6-cı ədədi əlavə etdik. Deyir ki, əlavə etdikdə bu 6 ədədin ədədi ortası 6 ədəd deyil, yəni 6-ya böləcəyim. Bərabərdir ədədi ortası 32-yə. Bilirsiniz də uşaqlar, burada nəyə bərabərdir? M, K, M, L, S. Bunların cəmi nədir? 156. Gətirib yerinə qoyuram. 156 topla nə olur? Baxın, burada da A. Topla A olur. Bölünsün 6 bərabərdir 32-yə. 156 topla A. 32-ni 6-ya vuranda 196. A da bərabər nəyə? 30-a. 30 eləyir uşaqlar. Bir səhv çıxdım. Dəqiqə. 36 eləməlidir. 6-nı 2-yə vuranda 192. 12 bir yerdə 192. 192-dən də çıxıram 56-nı, nə etdi? 36. Cavabımız 36. Keçirəm 94-ə. 94-də deyir ki, bu ədədlərin ədədi ortası 48-dir. Bu ədədlərin ədədi ortası 48-dir. Nə edirik onda?
ədədləri toplayaq, bölək sayına. 32 topla A üzərinə 41 üzərinə B üzərinə 53 üzərinə C üzərinə 60. Neçə dənə ədəd var? 1, 2, 3, 4, 5, 7 dənə. Ədədi ortası nəyə bərabərdir? 48-ə. Ədədləri toplayaq. 32 üzərinə 41 üzərinə 53 üzərinə 60. Toplayaq. Kənarda gəlin toplayaq. 32 topla 41 üzərinə 53 üzərinə 60. Bundan bu nə edir? 113. Bundan bunu da toplayıram. 73. Bunları topladıq. 6, 186. Cevabımız nə oldu? 186. Topla A, topla B, topla C. Bölünsün 7 bərabər nəyə? 48-ə. 186 topla A, topla B, topla C bərabərdir. Bölmə 7-dir. Sağ gələndə nə olur? Vurma 7. Yəni 48 vurulsun 7. 186 topla A, topla B, topla C bərabərdir. 7 və 8-in 56, 5 yadda, 35, 4 və 7-in 28, 56, 6 yazıram, 5 yadda. 56, 5 yadda, 28, 5-i də gələm, 33, 336. A topla B topla C bərabərdir nəyə? 336-dan 186-nı çıxıram. A topla B topla C nəyə bərabərdir? 0, 150. Deyir ki, indi uşaqlar, bunları deyir ki, bu ədədin ədədi ortası, bu ABC ədədinin ədədi ortasını tapın. A topla B topla C ədədinin ədədi ortası. Yəni, bunların toplamı nə verir? 150. 150 bölünsün 3 nəyə bərabərdir? 50-yə. Demək, bu ədədlərin ədədi ortası nə oldu? 50 oldu. İndi cavabımız 50 oldu. Beş uşağın kitabları sayı cədvəldə verilir. Uyğun məlumatları sütunlu diaqram. Uşaqlar, sütunlu diaqram budur. Bax, məsəl üçün, belə artır da uşaqlar. 0, 5, 5 artıb. Baxın, belə eləyək. 5, 10, 15, 20, 25, 30, 35, 40. Çox yaxın elədim. Siz də bilin də. Yəni 5, 10, 15, 20, 25, 30, 35 və 40. Çünki 40-a qədərdir. Sonuncu ədədimiz 40-dır. İndi adları da burada qoyacaqsınız. 25 olan hansıdır uşaqlar? Rəvanə. Bura rəvanə qoyasınız. Rəvanə. Tutaq ki, baş hərfini yazdım. Diaqram bura kimi getdi. Sonra keçdik 30. Murad. Murad. Belə baş hərfini yazdım. Bir də sahilə. 30 Kamil. Kamil. İkisi də 30'dur. Yine bunun da burasına gedir bura. Bu da buradadır. Bu da buradadır. Göz ikisi də eyni 30'dur. Diaqramımız belədir. Keçirik. Bu bizim. 35. 30'u dedik. Kamillə Murad. Rəvanəni də dedik. Qaldı. 35-lə 40. Nəriman. Nəriman, Nəriman. 35'dir. Bu 35 Nəriman. Sonra 40 olan hansıdır? Sahilə. Elə.
Sahilə də 40-dır. İndi deyir ki, bunları göstərdi. İndi ən az olan hansıdır? Baxın, özünüz görə bilərsiniz. Rəvanə. Rəvanə. 25-dir. 25. Rəvanə ən az. Belə yaza bilərsiniz, ən az. Ən çox hardadır? Baxın, kəllədə olan. Sahilə. Sahilə. Bu nə qədərdir? 40. Ən çox. Bu şəkildə dəftərinizə səliqəli yaza bilərsiniz. Bu birincisi. İkincisi. Eyni sayda kitabları olan hansıdır? Baxın, ikisi də eynidir. Baxın. Adı nədir? Murad və belə yazın. Kamil. Murad və Kamil. Üçüncüyə baxırıq. 5 uşaqda olan kitabların sayı. Bildinizsə, 5 uşaqda kitabların, 5 uşaqda olan kitabların sayı. Baxın, ümumi nə qədər kitablarımız var 5 uşaqda? 30 üzərinə 25, üzərinə 40, üzərinə 30, üzərinə 35. Düz yazdım da 30, 25, 40, 30, 35. Demək, baxırıq. 30, 30, 60, üzərinə 40, 100, 100-ün üzərinə də gəlirəm 60-ı. Nə etdi? 160 kitab var. Ümumi neçə kitab var? 5 uşaqda olan kitabların sayı nə qədər oraya? 160. Keçirəm 96-ya. 96 dairəvi diaqramında ən çox sevilən meyvə haqqında keçirilən sorğunun nəticələri verilir. Baxaq. 12 nəfər bananı. Banan 12 nəfər. Bunlar səhv yazıblar uşaqlar. Nəfər olmalıdır. Çünki, düzəldim deyirəm. Bura 12%'dir, bura 25%. Görürsünüz, 25 nəfər 12-dən kiçik ola bilər. Xeyr. Bunlar səhv yazıblar. Nəfər olsun. Nəfər oldu. İndi deyir ki, ümumi 12 nəfər, bir də 4 nəfər var. İndi burada nə başa düşdük? Bunlar səhv yazıb. Sorğu neçə nəfər arasında aparılıb. Belə baxırıq. Burada səhvlik var uşaqlar. Bunu müəllimənin özünə də deyə bilərsiniz. Səhvlik var. Görürüm. Deyir ki, burada neçə nəfər armudu, neçə nəfər almanı yeyib seçmişdir. 100%'dir də, ümumi 100% olmalıdır uşaqlar. Ümumi 100%'dir. Çıxaq, belə eləyəyin.